müasir görünüş, bahalı mənzillər və komfort vədləri. Amma son illərdə bəzi binalarda ortaya çıxan lift və təhlükəsizliklə bağlı problemlər sual yaradır. Yeni tikililər nə dərəcədə etibarlıdır? Digər tərəfdən isə illərin sınağından keçən köhnə binalar var. Bəziləri onları daha dayanıqlı hesab edir, bəziləri isə istismar müddətini başa vurmuş tikililər kimi qiymətləndirir. Mütəxəssislər deyirlər ki, daşınmaz əmlak alanlar ilk növbədə təbii ki, büdcələrinə uyğun seçim edirlər. Lakin təklif olunan ipoteka şərtləri son illər həm yeni, həm də köhnə tikililərdən ev almaq məsələsini əlçatan edir. Yeni tikililərdə çox keyfiyyətli evlər tikilir, demək olar ki, premium evlərdir. Köhnə binalarda da demək olar ki, sənəd məsələsində problemlər çox az olur. Əsasən həyət evlərində görürük ki, sənədsiz evlər çoxdur. Bələdiyyə sənədi ilə alınan və ya kənd təsərrüfatı təyinatlı olan ərazilərdə tikilən evlərdir. Təbii ki, belə evlərdən uzaq olmaq lazımdır. Yeni tikililər dövrün tələblərinə uyğun şəkildə inşa edilir. Köhnə binalar isə müasir standartlara və yenilənmiş qaydalara uyğun tikilmədiyinə görə sonradan hər hansı bir dəyişikliyin aparılması texniki cəhətdən çətinlik yaradır. Bu binalarda yaşamaq və məskunlaşmaq insanların həyatı üçün təhlükədir. Çünki binaların istismarına icazə verilmirsə, bu halda binada tikinti norma və qaydalarının tələblərinin uyğunluğu, yanğın təhlükəsizliyi normalarına riayət olunması suallar doğurur. Ekspertlər ev alarkən yalnız ödənişə və görünüşə aldanmamağı tövsiyə edirlər. Diqqətli olun, düşünmədən və yaxşıca araşdırmadan qərar verməyin. Səma Pənahova, Elxan Novruzov, Telesəhər.